Biz yeni dim toplusu 2025'ten ətraflı belə yazılı deyə bir başlıq var dim 2025'də. Yəni elastik qüvvəsi, sürtünmə qüvvəsi, çəki bu bölmənin ən sonuncu şeyində olan başlığı var. Orada açıq tipli suallardır. Oradan 10-cu suala baxırıq, 10-11-ə baxacağıq. Bizdə burada uşaqlar görürsünüz bir qrafik vermiş. Bu necə hərəkətdir? Düz xətli, bərabər yavaşlayan hərəkətdir. 4 saniyə, yəni cisim dayanmış. Və görürük ki, bu yavaşlayan hərəkət olduğuna görə bu yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət olub da. Yəni çünki cisim getdikcə başlanan sürətdən gəlib, axırda 4 saniyədən sonra dayanıb. Onda biz nə yazırıq? Newtonun ikinci qanununa görə nə yazırıq onda uşaqlar? F əvəzləyici, yəni MA bərabər nədir? Sadəcə sürtünmə qüvvəsidir. MG. M'lərimiz uşaqlar ixtisar etdi. Onda A-mız nəyə bərabər oldu? MG-yə bərabər oldu. Okay, bunu bildik. Və bizə deyir ki, uşaqlar başlanğıc sürət tap. Görürük ki, uşaqlar burada son sürətimiz nə olur? Gəldi 0 oldu. Biz bilirik ki, bizim bir düsturumuz var. V bərabərdir V0 plus AT düsturumuz var. Okay. Bu 0 olduğuna görə uşaqlar və bilirik ki, yavaşlayan hərəkətdə bu uşaqlar yavaşlayan hərəkətdə V bərabərdir V0 minus AT-dir. Okay? Yavaşlayan hərəkətdə bu yeniləşən hərəkətdədir. Bu 0 olduğuna görə uşaqlar onda V0 bərabər AT olur, elə deyilmi? Okay, A-mızın yerinə qoyacaq uşaqlar, yuxarıda tapmışıq. MGT. Bərabər mühümüz nədir uşaqlar? 0 onda 3-dür. J'miz 10'dur, T'miz nədir uşaqlar? 4'dür. O da nə oldu? 12 metr bölü saniyə. Cavabımızı tapdıq burada uşaqlar. 12 metr bölü saniyə. İkinciyə baxaq uşaqlar. İkincidə nə deyir bizə? Burada yazalım. İkincidə deyir ki, sanki bunun əksidir, elə deyilmi? İkincidə uşaqlar verib, bizə yenə nəyi soruşur? Sürtünmə əmsalını tap deyir. Başlanğıcımızı verib, saniyemizi verib, bizə deyir ki, mühümüzü tap. Yenə biz bildik uşaqlar, bayaq yazmışdım. A bərabər nədir? Müh J'dir. Yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət olanda, yəni yavaşlayan hərəkət olanda. Okay, ondan yazalım. V bərabərdir, yenə V0 minus AT. Onda yazıram V0 bərabərdir, yenə AT. O da bərabər nədir uşaqlar? Müh JT-yə. Burada mühünü tapsam uşaqlar nə oldu? V0 böl JT olur, elə deyilmi? V0'mız nə verib uşaqlar? 18, T'miz 9'dur. J'miz nədir? 10'dur, 90. Bunlar 9'a ixtisar aparsaq nə oldu uşaqlar? Bura 2 oldu, burada 10 oldu. O da nə oldu? 0 onda 2. Cavabımızı tapdıq uşaqlar. 0.2. Bu qədər.